Qışın tən ortasında mən nəhayət öyrəndim ki, mənim içimdə məğlub edilməz bir yay varmış. Albert Camus, Absurdun içindəki insan üsyanı. Salam əziz söz sərrafları və hikmət axtarışında olanlar. Bugün biz ədəbiyyatın ən dik və bəlkə də ən dumanlı zirvələrindən birində Albert Camus'un düşüncə dünyasında qonağıq. Camus elə bir dahi idi ki, o həyatın absurd olduğunu, yəni kainatın bizim suallarımıza sükutla cavab verdiyini düşünürdü. O bu fikri deyərkən əslində bizi ümidsizliyə deyil, azadlığa səsləyirdi. Onun məşhur bir kəlamı var. Qışın tən ortasında mən nəhayət öyrəndim ki, mənim içimdə məğlub edilməz bir yay varmış. Baxın, bu cümlə təkcə bir yazıcı pısıldayışı deyil. Bu həyatın ağır imtahanları altında əzilən hər bir insanın daxili manifestidir. Camus Sizif haqqında mif əsərində bizə hər gün eyni ağır daşı dağın başına çıxaran, lakin hər dəfə o daşın aşağı yuvarlandığını görən qəhrəmanı anladır. Bu bizim gündəlik məşəqqətlərimiz, bitmək bilməyən dərdimiz, mənasız görünən vurnuxmalarımız deyilmi? Amma Camus deyir ki, Sizif o daşın arxasınca aşağı enərkən taleyindən daha üstündür. Çünki o taleyinə boyun əymir, onu dərk edir. Camus'un fəlsəfəsində ehkam budur. Həyat mənasız ola bilər. Amma biz ona məna qazandırmaqla mükəlləfik. Onun dili bir cərrah neştəri kimi itidir. O, Yad romanında cəmiyyətin riyakar əxlaq normalarını darmadağın edir. Camus bizə öyrətdi ki, insan tək bir şeyə görə günahkardır. Bədbəxt olmağı bacardığına görə. Onun bu fikri əslində bir jurnalist səmimiyyəti ilə bəşəriyyətin üzünə tutulan bir aynadır. O bizə öz daxili günəşimizi kəşf etməyi və hər bir şəraitdə insan ləyaqətini qorumağı vəsiyyət etdi.